Necəsiniz? İndi əvvəlcə deyin görüm aranızda məni tanıyan var mı? Yadınıza gəlirsə? Novruz müəllim? Mən Novruz müəlliməm. Kim? Bəli. Yaxşı. Keçən il bizim Uluqbəy adına məktəbdə sizlə bir təlimimiz baş tutmuşdu. Əvvəlcə mən də sizi tam belə xatırlamağım üçün soruşacağım. Keçən il tədbirdə, təlimdə iştirak edənlər yenidən buradadırmı? Neçə var? Əla, möhtəşəmsiniz. Bəs keçən il olmayıb, bu il yeni olanlar? Əla. Bir dənə özünüzü alqışlayırsınız, başlayın. İndi bir-birimizi tamı-tamına xatırlamağımız üçün bəzi məsələlərdən danışacağım və bugün sizə çatdırmaq istədiyim sadəcə bir şey olacaq. O bir şeyin adını burada görə bilirsiniz. Hamı oxuya bilir? Əla, möhtəşəmsiniz. İndi kim deyə bilər qığılcım nədir? Yaxınlaşıram. Hamınıza yaxınlaşacaq. Əla, nə rəngdə olur o? Qırmızı. Düzdür. Hamı qığılcımın nə olduğunu bilir, düzdür? Yoldaşımız da düzdür, adı necəydi? Fatimə. Fatimə. Bəli, Fatimə qeyd elədi ki, daşla sürtünəndə... Bəli, bəs ancaq nəyisə görə nəyisə sürtək ki, hansı mı qığılcım? Bəli, istədiyim cavabı aldım, narahat olmayın, hamınıza yaxınlaşacaq. Deməli, biz alovu yandıranda oradan da qığılcımlar ayrıla bilir. Bəli. Amma bu qığılcımın mənşəyi, daha doğrusu alovun mənşəyi də baxımından bunu ifadə eləmiş olsaq, narahat olmayıb, problem yox. İfadə eləmiş olsaq, biraz belə daha geniş məna çıxarmış olacaq. Bu arada dediklərimə diqqətdən qulaq asın. Çünki birazdan yarışımız olacaq sizlə, kaok yarışı və Aydın müəllimlə birlikdə Aydın müəllim bayaq sürprizini qaçırmaq istəmədi, sizə hədiyyələrimiz olmuş olacaq. Aydın müəllim də bugün bir də Aydın müəllim almışdırır. Sonra neçə kilometr qarlı dağlar aşaraq gəlir. Bəli. Sonra Nəzrin Əliyeva və Firuzə xanım. Və təbii ki, bugün bizim burada olmamıza səbəb olan sizlər varsınız. Bizi hər zaman xoş qarşılayan Elşad müəllim var. Hər kəsin adını xatırlamaya bilərəm, ona görə üzr istəyirəm. Qısacası, hamınıza dərin təşəkkür etmək istəyirəm ən başdan və təbii ki, həmişə bizi bir araya toplayan Bəyim xanım, onun alışdırır. Bəli. İndi qığılcımı mən bənzətmək istəyirəm bir alqış səsinə. Əgər burada bir nəfəri alqışlasa, burada çox da böyük bir səs-küy qopmaz, düzdür? Deməli, bir alqış sadəcə bir qığılcımdır. Amma biriniz alqışladınız, göz digərlərinə baxıb hamınız alqışlamağa başladınız. Yəni biz nə elədik? Böyük bir alov formalaşdırdık sizlərlə. Qısacası bir qığılcım alovu formalaşdırır, bir alqış düzlərdən alqışı formalaşdırır. Və həyatımızda da bizim yaşadığımız hər bir hadisə, mənalı hadisə əslində balaca-balaca qığılcımlardan hansısa bir bizə təsir edən məsələlərdən ortaya çıxır. Ona görə mən sizlə bugün sadəcə o dediyim bir şey, qığılcımı sizə daha geniş bir şəkildə izah etməyə çalışıram. Təşəkkür edirəm. İndi məni biraz daha rahat tanımağınız üçün keçən il mən neynirdim? Rəsmlər çəkirdim, düzdür? Bəli. Yavaş-yavaş baxaq görüyor rəsmlər hansılarıydı? Sağ olun. Bəli. Burada qığılcımı sual bilən kimsəyə zəhmət olmasa izah elədik. Gör, sol tərəfdəki xırda-xırda qığılcımlardır. Nəyi formalaşdı? Bir alovu formalaşdırdı. Artıq biz maddi formada bunu başa düşürük. Bəli. Bəli, alışdırır yoldaşımızı da. İndi davam edirik, rəsmlərə gəlirik. Xatırlayan oldu? Bəli, deməli, birinci rəsm vətənim kimyəm rəsmi idi. Mən bunu 2020-ci ildə bitirmişdim. İndi birazdan sizdən soruşacağım, maksimum dərəcədə sakit oluruq. Niyə?
Çünki diqqətlə qulaq asacaqsınız, sonra buralardan sual düşəcək. Və o sualları bilməyiniz üçün sakit diqqətlə baxırıq. Görürsünüz, növbəti şəkil, rəsm Qarabağ Azərbaycanlı rəsmi idi. Mən bunu 2020-də elə bitirmişdim. Və daha sonra da qığılcım rəsmi var idi ki, 2022-ci ildə mən bunu yekunlaşdırmışdım. Bəli, sizə də hətta hədiyyə olaraq bu rəsmlərdən gətirmişdim. Bəli, onu da göstərmişdim və göstərdiyim bu rəsmlərdən maşallah bu qədərini gözləmirdim, hamısı yadınızdadır. Göstərdiyim rəsmlərdən Vətənim Kimyəmin rəsmini birlikdə izləmişdik. Bizim burada adı necə idi? Yaman da körəlmişdim, mən də ona yaxınlaşmışdım. Görürsün, mənim də yadımda qalıb bəzi məsələlər. Ona görə də bir-birimizdən gözəl duyğular keçirmişdik. O duyğulardan biri yarım qalıb qığılcım rəsmini birlikdə izləməmişdik. İndi yenidən o günləri xatırlamağımız üçün, bir-birimizdən daha təsirli bir şəkildə nələr söyləməyimiz üçün mən sizə bu səfər artıq sonuncu qığılcım rəsminin videosunu izlədəcəm. Ondan sonra artıq niyə görə bu rəsmi sizə izlədirəm videosunu, onunla bağlı yenə deyəcəklərim olacaq. İndi biz Aydın müəllimdən xahiş edirik, bizim üçün o videonu yerləşdirir, diqqətlə baxırıq, sonra davam edəcəyik. Bugün hava yenə güneşlidir ana. Üstəlik hər gün yaxşı xəbərlər alırıq. Çoxlu yeni insanlarla tanış oluram. Saylar en az 2783 olar. İlk dəfədir ki, düşüncələri məndən bu qədər eynidir. Hər gün deyirik, gülürük, danışırıq. Niyəsə bilmirəm amma burada mənə qığılcım deyirlər. Hamımız çox xoşbəxtlik. Bəzən amma gülür həsrətimin yenə sən üzüb, gözlü yollardan yıldıram ama. Səsində boğulur, gəl, oğul sözü, bətnindən yenimi doğuram ana. Ayla nəfəsim gəzir üzündə, Vüsalın ışığı yarır gecəni. Ürəyin dil açır, dinir gözündə, bu nə qığılcımdır, danır gecəni.
Işıq. İşığı yandırmaq lazım. Teşekkürler. İndi diqqətinizi cəlb edirsə, saxlaya bilərsiniz. Heç zəhmət olmasa, diqqətinizi cəlb edirsə, sonda mənim adım Fəzail, soyadım Zəkərya olsa da, mənim ad soyadım çıxmadı. Niyə? Çünki orada Natiq Zəkərya adında mən burada öz qığılcımım kimi atamın adını ifadə eləmək istəmişəm. Yəni bir növ mən rəsm çəkərkən məna olaraq bütün bunları mənə qazandırdığını onu düşündüyüm üçün ona həsr eləmək istəmişəm rəsmi. İndi yaxınlaşdırmış olsaq təqdimat hissəsində birinci rəsm hissəsindən gedib sonra buralarını izah eləmiş olacağım. Təqdimatın növbəti hissəsindən keçid edirik. Fikir verirsə, niyə rəsmin adı qığılcımdır? Çünki hər bir hadisə müəyyən bir qığılcımdan yaranır, nəinki alov. Yay ayları idi 2020-ci ildə Polad Həşimov şəhid olduqdan sonra ölkəmiz ayağa qalxdı və biz bu qığılcımla böyük bir alova çevrilib Qarabağı işğaldan azad elədik. Və ona görə təsvir burada o formadadır ki, öz qığılcım rolunda Polad Həşimovdur. Bu hissədə belə bir alov var. O qığılcımlar xırda-xırda alovu yaratdıqdan sonra cücəlib yaşıllığa və bizim qələbəmizə çevrilib. Və biz hal-hazırda gözəl günlər yaşayırıq. Füzulidə sizlərlə bir araya gəlmişik. Qısacası, hər bir hadisə mütləq nədən yaranır? Bir qığılcımdan. Yəni biz qığılcımı sadəcə bir alov kimi yox, hansısa bir hadisənin başlanğıcı kimi də düşünə bilərik. Bu bizim qığılcımımız Polad Həşimovdur. Buna əlavə olaraq hər birimizə fərqli formada valideynlərimiz ola bilər. Mənim üçün də kim idi? Rəsmə başlanğıc olaraq atam idi. O baxımdan da Natiq Zəkərya deyə sonunda bu rəsmi ona həsr edərək ifadə eləmişəm. İndi təbii ki, siz buradan mən bunları dedikcə məni tanımış olursunuz. Bir də mən istəyərdim ki, bu səfər daha çox sizləri tanıyım. Məlum məsələdir ki, bizim hamımızın xəyallarımız, arzularımız var. Gələcəkdə olmaq istədiyimiz şəxslər var. Ona görə hamımızın mütləq motivasiya aldığımız, güc aldığımız insanlar olur həyatımızda. Atalarımız, analarımız. Ona görə mən sizdən birbaşa, hər birimizə usta valideynlərimiz əzizdir, birbaşa bir növ o adları eşitmək istəyəcəm. Kim danışmaq istəsə yaxınlaşacağım görək, bizim burada olan şagirdlərimiz üçün, tələbələrimiz üçün qığılcım rolunu həyatlarında kimlər oynayır. Əl qaldıran olsa yaxınlaşacaq. Bu arada hər birinizi təbrik edirəm, niyə? Çünki sanki belə bir düşüncə var ki, uşaqları sakitləşdirmək olmur, onlar səs-küylüdürlər. Amma görürük ki, bir musiqi ilə, bir məna ilə, bir hadisə ilə biz bir-birimizə gözəl təsir edib, həm də gözəl bir şəkildə dinləyə bilirik. Ona görə özünüzü alqışlayırsınız, möhtəşəmsiz. İndi kim danışmaq istəyər? Birinci. Nə edəcəksiniz deyin. Yaxınlaşım. Bəlkə sən gələrsən bura. Mən orada gələrim də. Gəl elə hamı görsün sən. Böyüyəndə nə olmaq istəyirsən? Polis. Polis. Bəs niyə polis? Çünki ölkəmizi qorumaq üçün. Bəli. Məsələn, Albina üçün polis artıq bir qığılcımdır. Niyə? Çünki o görür ki, polis vətəndaşlarımızı, ölkəmizi qoruyur. Ona görə onun üçün də belə bir hədəf var ki, mən böyüyəndə polis olmaq istəyirəm. Bəs evdə sənə daha çox motivasiya olan valideynlərdən hər hansısa bir şəxsin adını çəkmək istəyirsənmi? Lamiyə, anam. Anan sənin üçün nələr edir? Hər şey. Hər şey. Çox sağ ol. Təşəkkürlər. Alqışlayırıq. Başqa öz qığılcımını səsləndirib, burada təşəkkür eləmək istəyən var aramızda? Yoxdur? Var. Utanmağa gərək yoxdur, gəl. Sən gəl. Olar, yaxşı, çıxma, buradan deyil. Mən qardaşımdır, çünki qardaşımı çox istəyirəm. Qardaşın böyükdür səndən? Yox. Buradadır? Alqışlayırıq. Nilay. Bəli, Nilay qardaşına sevgi göndərdi. İndi qardaşına yaxınlaşırıq. Adın nədir? Elay. Sən də o qədər çox istəyir qardaşını? Bəli. Sən də onu sevdiyində alqışlayaq. Bəli. Bəli, o dinən mən də Nilayı çox istəyirəm, təşəkkürüm. Mən də Nilayı çox istəyirəm. Alqışlayırıq onlar. İndi biz bir-birimizə hal-hazırda nə edirik?
Göz gözəl sözlərdən sevgi ötürürük. Növbəti sevgisini ötürmək istəyənlər varsa yaxınlaşın. Gəlirəm. Adım Zəhra. Böyüyəndə mən hərbiçi olmaq istəyirəm. Hərbçi olmağa sənin kim həvəsləndirir? Atam. Atan. Atanın adı necədir? Emir. Alqışlayırıq Zəhranın önünüzə. Təşəkkürlər. Yaxınlaşıram. Adım Nəmandır. Dünya çempionu olmaq istəyirəm. Şəhidlərin həsr olunmuş. Alqışlayırıq. Sən nə üzrə dünya çempionu olmaq istəyirsən? Güləş. Güləş. Bir daha alqışlayırıq. Yaxşı, indi kim bura gəlib burada danışmaq istəyir? Buyurun. İstəsə onlara baxın, deyin. Adınız necədir? Mənim adım Larədir. Sizin üçün həyatda qığılcım kimdir, nədir? Anam atam. Anlatan. Gələcəkdə nə olmaq istəyirsiniz Vəkil siz? olmaq istəyirəm. Ölkəmizdə ədalətli olsun deyə. Təşəkkürlər. Alışdırıq. Məsələn, izah edə bilərsiniz bizə ki, aranızla atanız qığılcım kimi sizin həyatınızda nə kimi rol oynayır məsələn? Mənim anam yoxdur, mən oxumağımı istəyir, mənim üstümü tutturur, atam da elə şəxsən. Təşəkkürlər. Valideynlərinizi alqışlayırıq. Minnətdarıq. Başqa fikrini ifadə etmək istəyən var? Gələbilirsiniz bura. İstəyirsə ikiniz də gəlin. Mənim adım Mehimdir. Mən şəxsən qıvracam babama istəyirəm. Babandır. Bəli, Mehin də adı Qığılcımın babandır. Babanı niyə çox sevdiyini, o sənin üçün niyə qığılcımdır, onu izah edə bilərsən bizə? Mən onu çox sevirəm. Ne sevdiğim, diğerinde fırsat çok ölürdü. O çöptü. Ben de sevdiğim. Yukarıda bile oluyor. Can. Təşəkkür alqışlayırıq. Baban səndən qürur duyur, həmişəlik belə olacaq. Bir daha alqışlayırıq olacaq. Həm də baban səni həmişə görürdü. Yəni sən Sən gül ki, o da sevinsin. olsan, Sən ağlama. bu Sən şəkildə davam gül, edəsən, sən həmişə gülsən, o daha da sevinəcək. Çox sən sağ ol. gül, yaxşı oxu, yaxşı uğurlar qazan, o da sevinsin. O bizi görür. O bizi görür, ağlama. Başqa danışmaq istəyən var? Gəlin. Adım Mədnədir. Cərrah olmaq istəyirəm, ümumi cərrah. Babamın yolunu davam etdirmək istəyirəm. Babam da cərrah olub. Bu ilk öncə babamın sonra mənim arzumdur. Təşəkkürlər, alqışlayırıq. Minnətdarıq, buyurun. İndi kifayət qədər şəxsdən soruşduq. Təbii ki, tədbirdən, təlimdən sonra da biz yenə bir-birimizdən ünsiyyətli ola bilərik. Bir-birimizi tanıyıb, daha da yaxından tanıyıb qığılcımlarımızı gözəl bir şəkildə bir-birimizə hissiyatla ötürə bilərik. Amma hazırda nə etməliyik? Görürəm ki, yavaş-yavaş kövrələnlərimiz var. Biraz da gülməliyik ki, əhval-ruhiyyəmiz yüksəlsin, düzdür? Ona görə bir-iki cümlədə deyib, onun sonunda da bir növ gördünüz. Sevgi qığılcımla alov yandırmaqdır, boş bir qabı sözlə doldurmaq deyil. Fikir verirsə, bizim hal-hazırda burada bir-birimizdən olan səmimi bir münasibətimiz var. Sevgi. Həqiqətən də hər bir sevgi bir qığılcımdan başlayır, qığılcımdan alovu formalaşdırmaqdan başlayır. Bu qığılcım olmasaydı, deyək ki, bir-birimizə olan Bəyim xanımın burada bizim üçün yaratdığı bu şərait, qarşılıqlı səmimiyyət, dürüstlük, o sevgimiz olmasaydı, mən də keçən gəlib sizdən o xoş münasibəti, o istiliyi görməsəydim, hal-hazırda bizim qığılcımız yanmayacaqdı, sizdən böyük bir alov ətrafında formalaşa bilməyəcəkdik. Və nəticə etibarınızda bəzilərinizdə qığılcım rolunda fikir versə babanız oynayır, bəzilərinizdə valideynləriniz və biz həyata daha da gözəl bağlanıb, gələcəkdə nəinki özümüz üçün, həm də bir sevgi ətrafında formalaşıb, hər birimiz üçün bir nailiyyət əldə etmək istəyirik. Daha gözəl bir şəkildə başa düşür. Bəzilərimizə müəyyən dərəcədə bu hissiyatı ötürə bilirəm. Amma ümid edirəm və inanıram ki, gələcəkdə hamımız xoş günlərdə görüşüb, bu günləri birlikdə daha geniş formada, bəlkə saatlarla analiz edə biləcəyik. Hər birinizə dinlədiyiniz üçün təşəkkür edirəm. İndi coşqulu oluruq, keçirik kahot yarışına. Hazırsınız? Sizə qabaqcadan bir şey deyim. Bugün bizim bir neçə qalibimiz yox, qaliblərimiz olacaq. Daha geniş bir formada sonda açıqlayacağım. Kahot yarışını necə eləyəcəyik? Siz telefonlarınızla qoşulmayacaqsınız.
Nərmin Zeynalova. Sol tərəfə baxırsınız. Növbəti 2 sıra isə Z komandası. Sağ tərəfə baxırsınız. Nəzrin Əliyeva. Mən səsləndirəcəm və hər sualla əvvəlcə birinci F komandası, sonra Z komandası dəyişərək cavablandıracağıq. Sonda təbii ki, burada məqsəd əsas birlikdə iştirak edə bilməyinizdir. Bir növ fərq kimi yox, birliyi göstərə bilməyinizdir. Bayaq nə qeyd elədim? Biz qığılcımdan formalaşan bir alov olacağıq. Bugün bir yerdə yarışacağıq və birlikdə qalib olacağıq. Fərq kimi yox, ayrı-ayrıqda yox. Hamımız qalib olmaq istəyirik də, düzdür? Sizə hansı xoş olar? 3 nəfərin qalib gəlib hədiyyə qazanmağı, yoxsa hamının? Bəli, ona görə hamınız qalib kimi ayrılacaq buradan. Mən bir də təkrarlayıram. Sol tərəfdə Nərmin Zeynalova, F komandası, sağ tərəfdə Nəzrin Əliyeva, Z komandası. İlk 2 sıra Nərmin Zeynalova'ya cavabı deyəcək. Növbəti 3-cü, 4-cü sıra isə Nəzrin Əliyeva'ya. Və Firuzə xanım sizin bu gözəl anlarınızı xatirələrə həkk eləyəcək. Yarışda bir dənə iştirakçınız var. Mənlə yarışacaqsınız, mən. Mənlə qoşuluram, görə indi siz tapırsınız cavabları, yoxsa mən. Başlayırıq yavaş. Sualları əzbərləyib gəlmişəm. Hamınız olacaq. idi, düzdür? Uşaqlar qışqıranda əsəbləşmirsiniz. Uşaqlar, indi daha ədalətli yarış olmaq üçün yerimizdən tərpənmədən biraz sakit deyə bilərik. Tamam. Davam edirik. Növbəti sualdan daha belə təmkinlə, bayaqki kimi. Bayaq rəsminiz izləyəndə necəydiniz? Biri qaldı, 50. Mən şəkilləri tam görməmişəm, gözləyin. Hamı düzgün cavab verdi. Növbəti sualımıza gəlirik, son 2 sualdır, diqqətli oluruq. İnanıram ha sizə. Yox, məncə əvvəl cavabda axı. İnanıram ha sizə. Seçdim. Kimdi deyən, dağıdırıq, Halal olsun, hamınız möhtəşəmsiniz. İndi axır ki, sonuncu sualımız gəlir. Sizcə sonuncu sualın vəziyyəti nəyi dəyişəcək?
nəticə etibarilə nə baş verdi? Bizim hamımız qalib olduq, bir də məndən başqa. Çox sağ olun, sağ olun. Z komandası, bir də təbii ki, F komandası. Alkışlıyıq bir-birimizi. Kontrabasda Aydın müəllim idi, ona da təşəkkür edək. Mən sizə yarın demişdim, hədiyyələr Bakıda qalır. Görmürsünüz siz çox bilmişlər. İndi neyin yiyəcəyik? Hamı yerine oturur. Bir dənə mən soruşum, sizcə indi kim qalib gəldi? Hamımız, bəli, hamımız. Bayaqda nə qeyd eləmişdik? Bugün məğlub olmayacaq. Hamımız qalib olacağıq. Ona görə də bugün hər kəs qalibdir, hər kəs hədiyyə qazanır. Ya məndən başqa. Mənim də hədiyyəm kimdir? Sizə. Alışır sözünüzü. Hədiyyələri verərkən qarşılıq olmasın deyə heç kim yerindən durmur. Sizin əziyyət çəkməyin, rahat belə oturun. Xanımlar bir-bir sizə hədiyyələri özləri gəlib təqdim edəcəklər. Baxın görün bəyənəcəksiniz. Sonra şəkil çəkdirəcəyik ya. Uşaqlar, Aydın müəllim xaricilərə oxşur, düzdür? Mən amma əsl elə Füzulidənim, düzdür? Güzel. Bir daha stop orada. Söndü. Herkes yerinde otursun, narahat olmuyor. Veriləcək hər şey. Sen de sağ ol. Yaxşı, beğendiniz deyin görün. Deməli, ne inəyəcəksiniz? Orada görürsünüz arkasında muzullar var. Onlarla geçmək üzərində düzürsünüz. Yekunda o həm də sizin özünüzün özünüzə hədiyyəniz olmuş olur. Yəni, əl işiniz olmuş olur. Əslində hər şeyin məntiqi yenə qığılcım məntiqidir. Balaca qığılcımlardan böyük bir sanki alov formalaşdırırsınız. Əla. Gətirirlər. Təşəkkür edirik, çox sağ olun, zəhmət çəkdiniz, çox əyləncəli idi. Uşaqlar, nahara gedirik. Nahardan sonra saat 3'te burada görüşürük hamımız. Yaxşı, hamı köynəkdə, hamı papaqda. Təşəkkür edirik, çox sağ olun. Fəzan müəllimdən alqış. Alqış! Sağ olun, görüşərik.